Və bir dostum gilə gedirik, Xətai metrosunun yanında yaşayırlar. Mindik taksiyə, mən də arxadan oturdum, ikimiz indi oturmuşuq, gedirik. Mən də dəqiq ünvanı bilmədiyim üçün Xətai metrosunu işarələmişəm orada, tətbiqdə. Neyse gedirik, orada da qabaqda deyir, 200 metr sonra sola dönün, 800 metr sonra sağa dönün. Qarşıda radar var. Bunlar hamısı deyir. Var. Biz də oturub söhbət edirik burada. Və mən başa düşürəm ki, biz indi artıq Xətai metrosuna tərəf dönməliyik, amma bizə ora lazım deyir, bizə bir tin o bir tərəf lazımdır. Navigator deyir, sola dönün. Mən arxadan deyirəm, sola dönmə, düz get. Bu sürücü başa düşə bilmir ki, bu ona inanım yoxsa ona inanım. Çünki başa düşmür səs hardan gəlir. Neyse bunu sağa dönün, sola dönün. Özümüz də uğunub gedirik gülməkdən ki, qoymuşam özümü axırıncı yola ki, bu nədir də sən deyirsən. Düşəndə deyir ki, qardaş mən başa düşmədim və o sən danışırsan, onu o danışır. Dedim onu da mən danışıram, bunu da mən danışıram.